Əziz ailəm, şəhid ailələri, qonaqlar və bütün yaxınlar, hər biriniz xoş gəlmisiniz. Bugün burada qardaşımın xeyir işində toplandığınız üçün hər birinizə təşəkkür edirəm. Bugün sevincimizin, kədərimizin və xatirələrimizin qarışdığı bir gündür. Həyatımda ən qiymətli insanlar arasında yer alan canım qardaşımın xoşbəxtliyinə şahid olmaq mənim ruhumu çox sevindirir. Lakin bu anı yaşamaqla görməyi çox istərdim, amma qismət olmadı. Mənim qəlbimdə hər zaman sənin kimi bir qardaşım olacağına şükürlər etdim, amma səninlə keçirəcəyimiz o keçmiş illər heç vaxt yaddaşımdan silinməyəcək, mənim qəlbimdə daim yaşamağa davam edəcək. Bugün qardaşım, sənə ən gözəl, ən dərin təbriklərimi çatdırıram. Bu toy sənin yeni bir həyatın başlanğıcıdır. Arzulayıram ki, həyat yoldaşınla birgə hər zaman səmimi, xoşbəxt və sağlam bir həyat yaşayasınız. Mənim arzum budur ki, sizlər hər zaman bir-birinizə arxa dayaq olun, çətinliklərdə bir-birinizin yanında olun, həm də sevinclərinizdə birgə gülün. Bugün həyatının ən gözəl günlərindən birini yaşayırsan və mənim ürəyim səninlədir. Sənin toyunu görmək, bu anı paylaşmaq mənim üçün çox böyük bir sevinç olardı. Amma talih belə gətirdi, qismət olmadı. Mənim arzum o idi ki, mənim qardaşım həyatda sevinclərimizi, uğurlarınızı, xoşbəxtliklərinizi birgə paylaşardı. Bir-birinizin toyunda qarşıya oynamaq nəsib olardı, kaş, çox heyif ki qismət olmadı. Bugün sənə həyatının ən gözəl yoldaşını tapdığın günü münasibətilə təbrik edirəm. Gəlininizi də təbrik edirəm, Allah hər ikinizi xoşbəxt etsin, bir-birinizlə can deyib can eşidəsiniz. Bugün sevincini paylaşdığın, yeni bir həyatın başlanğıcını qeyd etdiyim bu gündə sənə ürəkdən təbriklərimi göndərirəm. Arzulayıram ki, həyat yoldaşınla birgə çox gözəl, xoşbəxt və sülh dolu bir həyat yaşayasınız. Hər zaman sevgi və anlaşma içində olasınız. Həyatınızın hər anı bir-birinizə dəstək olmaqla, güc və xoşbəxtliklə dolu olsun. Mənim arzum, sizlərin hər zaman güclü, bir-birinizə dəstək olan bir ailə olmağınızdır. Mənim xatirəm və duam sizinlədir, mənim ruhum səninlədir, qardaşım. Sən bu həyatda hər zaman ən gözəl insanları tapmağını arzulayıram. Mənim dua və xatirəm daima hər zaman ailəmizlə, səninlə və əzizlərimizlə olacaq, ona görə də bu anı sevinç və xoşbəxtliklə yaşa. Şəhidlərin sevdiklərinə qoyduğu ən böyük dəyər sevgidir və mən bu sevgini hər zaman sizlərlə bölüşəcəyəm. Sonda demən istəyirəm ki, canım atam və anam heç vaxt pis olmayın ki, mən bu dünyada yanınızda yoxam. Əksinə sevinin. İnşallah bir gün cənnətdə görüşmək ümidi ilə hər biriniz Allaha əmanət olun. Sonsuz sevgilərimlə şəhid qardaşınız Sadiq. Olmaz uzaq zirvə şəhidlikdən, arzuladı daxil oldu cənnətə, qorudu millətini şəhid qardaşım. Qəlbimiz səninlədir hər an, ey mənim şəhid qardaşım. Ürəklərdədir yerin hər zaman, ey mənim şəhid qardaşım. Qəlbimiz səninlədir hər an, ey mənim şəhid qardaşım. Ürəklərdədir yerin hər zaman, ey mənim şəhid qardaşım.